Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm şahidlik edib bəziləri üçün cəhənnəmdə olmasına. Bəzi Qureyş əhlindən olan insanlar üçün şahidlik edib ki, onlar cəhənnəmdədir. Necə ki, hədislərdə vurğulanıb bu və həmçinin Allah Taala'nın kitabında da gəlib. Məsələn, Əbu Ləhəb haqqda ayrıca bir surə nazil olub. Deyir ki, Rəbbimiz orada sayasla nəran zətə ləhəb. Əbu Ləhəb alovlu bir oda girəcək. Və imraatu hammalatul hatab. Qadını da, yəni hətta həyat yoldaşı da, yəni oda girəcək, odun daşıyaraq və ya o alovu odun ataraq. Fi cidiha hablum min məsəl. Boynunda lifdən olan möhkəm bir ip bağlı olaraq. Və xəbər verib sallallahu əleyhi və səlləm əmisi Əbi Talib haqqda ki, cəhənnəmin ən yuxarısında olacaq, ən zəif olan alovda olacaq ayaqları, ondan beyni qaynayacaq. Və gəlib hədislərin birində ki, bir kişi soruşur Peyğəmbər sallallahu əleyhi və səlləm, atam anam hardadır? Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, atan anan cəhənnəmdədir. Yəni şahidi edir ki, onun atası anası cəhənnəmdədir. Və gəlib xəbərlərin birində ki, soruşulur Amr ibn Luhay el-Xuzai haqqda və Amr ibn Luhay el-Xuzai Məkkəyə bütləri gətirəndir. Deyir ki, o öz orqanlarını, yəni bağırsaqlarını cəhənnəmdə odun içində dartacaq, yəni ardınca sürüyəcək.